Salam dostlar, sizin diqqətinizə çox maraqlı bir məqamı cəlb etmək istəyirəm. Bildiyimiz kimi üstünlük dərəcəsində Z işlənir, sifətin üstünlük dərəcəsində, lakin bəzən sifətin müqayisə dərəcəsində betərdə Z də işlənə bilər. Bu hansı hallarda ola bilər? Əgər cümlədə of the two ikisindən biri, ifadəsi, iki isim arasında hər hansı bir müqayisəni verirsə, bu zaman müqayisə dərəcəsi Z ilə işlənir. Nümunələrə baxırsınız, of the two sisters, my the taller. Göründüyü kimi müqayisənin qarşısında Z işlənir. Xülasə, of the two ifadəsində the better iki əşya arasında Z müqayisə dərəcəsi verir. Bir insana və yaxud da əşyaya aid olan keyfiyyətləri müqayisə edəndə nəyə fikir verməliyik? Bildiyimiz kimi adi sifətin dərəcələrində tək hecalılarda, çox hecalılarda moddan istifadə olunurdu. Lakin bir şəxsin və yaxud da ki, əşyanın iki müxtəlif keyfiyyətini müqayisə ediriksə, sifət tək hecalı olsa belə mütləq onun qarşısında moddan istifadə edəcəyik, yazmayacağıq. Nümunəyə baxırıq. He is the braver than wise bu ifadə səhvdir. Çünki eyni adama cəsurluq və müdürlük məxsusdursa, biz bunun müqayisəsinə more braver-lə veririk. Düzgün variant he is more braver than wise. Növbəti nümunəyə baxırsınız, xülasə bir insanda iki keyfiyyət müqayisə olunursa, tək hecalı olsa belə more işlədilir. Diqqətinizə görə sağ olun, videonu bəyənməyi və paylaşmayı unutmayın.